Hello, mənim əzizlərim, necəsiz? Mən maşında vloqumu başlayıram. Deyəsən bütün YouTube vloqlarım belə maşında keçəcək. Gedirəm saç baxımını eləməyə. Əslində fikrimdə yox idi saç baxımı eləmək. Sadəcə son bir həftədə fikir verdim ki, saçım çox quruyub, cansızlaşıb. Kraska da qoydum. Normalda kraskadan sonra həmişə saçım canlanır, parıltılı olur. Amma bu dəfə gördüm ki, yox, saçım çox cansız olub. Onsuz da hamiləlikdən sonra saçım çox tökülüb. Plus indi də belə fəsil dəyişəndən sonra da saç tökülür. Düzdür, hamiləlikdən sonra tökülmə saç dayandı. Öz-özünə dayanır, yəni ona bir şey eləmək olmur. Amma indi fəslə görə saçım çox bərbad tökülməyə başlayıb və cansızlaşıb. Quruyub, çox quru olub, rəngsizləşib. Ona görə gedirəm saç baxımı eləməyə. Çox vacibdir bu dəqiqə mənə. Səhər durdum, Jasmini yedizdirdim. Verdim qaynanama, sonra da onları getirdim, qonaq gedirdi qaynanam. Dedi ki, Jasmini də özümlə aparmaq istəyirəm. İlk dəfədir gedirlər bir yerdə, nənə bala. Dedim, okey, onsuz da mənim də işim var. Belə yoxsa Jasmini özümlə götürəcək. Saat 2-də orada olmalıyam, 2-nin yarısıdır. 45 dəqiqədə yol göstərir, Waze. Çataram, ümid edirəm. Yollar vrocubu boşdur, amma hava istidir. Və qızlar, sizdən bir şey danışmaq istəyirəm, bir şey bölüşmək istəyirəm əslində. Burun əməliyyatı haqqında danışmaq istəyirəm. Mənim burnum 3 ay tamam oldu. Tez olub da 2 gündür burnumun əməliyyatı 3 ay tamam olub. Mən burnumdan çox razıyam. Nəyə görə bunu deyirəm? Nəyə görə bu mövzunu ümumiyyətlə açıram? Xanımlar videomun altında yazırlar ki, burnunuz balaca alınmayıb, burnunuz yekədir, nə bilim, əyridir falan, bax belə bir cümlələr yazırlar. İlk öncə bundan başlamaq istəyirəm ki, əgər burnum balaca deyilsə, əgər burnum yekədirsə falan, tək mən yox, ümumiyyətlə əməliyyat olan xanımlardan danışıram da, yəni kim əməliyyat olunsa, bu yaxınlarda demək olar ki, bir çox blogerlərlə eyni vaxtda mən əməliyyat oldum, burun əməliyyatı. Və demək olar hamısına eyni şey yazılır. Hətta Aynur xanımın burnu da əməliyyat olunub. Ona da yazdığı, yazmadığınız yəni rəylər qalmırdı. Hər cür rəy yazırsınız da o xanıma. Burnu ilə bağlı ki, əvvəl yaxşı idin, indi pisdir, indi yekədir, nə bilim nə. Və həmçinin mənə də yazırlar eyni rəyləri. Bu etik deyil, bu düzgün deyil. Həmin xanımı, həmin insanı mən daxil necə stressə, depressiyaya saldığınızdan fərqinizdə deyilsiniz. Həqiqətən deyirəm, insan hər gün durursan, burnu şişir, gah sağa dönür, gah sola dönür, gah yuxarı qalxır, gah burnun ucu ancaq toppuş görünür, gah nə bilim, yəni burnumun ödəmi gündə bir cür oynayır da, yəni özü istədiyi kimi oynayır. Və siz hər dəfə bunu yazanda biz onsuz da takılırıq burnumuza da, bunun şişinə, ödəminə falan. Plus sizdə yazanda biraz da belə abartılmış vəziyyətə gətirib çıxardırıq da və yəni hisslərimizlə, duyğularımızla idarə edə bilmirik buna görə. Yəni düzgün deyil. Əgər bəyənmədiyiniz bir şey varsa, burnum mənim yekədirsə, burnum nə bilim nədirsə, bunu rəyi kobud şəkildə yox, daha başa düşüləsi bir vəziyyətdə yaza bilərsiniz. Nəysə, bunu da keçdim. Mən burnumu hal-hazırda bir çox blogerlərin etdiyi burun kimi burun istəmədim. Mən Ruslan doktora dedim ki, mən burnumu təbii istəyirəm. Mən kronos istəmirəm. Belə qaldırırlar, belə deşikləri falan görünən. Mən elə bir burun istəmirəm. Nə də ki, deyim belə fındıq bir burun olsun. Yox, çünki mənim üz qaşıma, gözümə yaraşmayacaqdır. Mən burnum çox belə təbii alınıb, qəşəng alınıb. Burnumda heç bir, mən əvvəl nəfəs ala bilmirdim burundan. Yəni belə danışanda mən bir 100 dəfə eləyirdim, boğulurdum. Mən maşın sürəndə heç vaxt, yəni kondisioner də yansa, mən pəncərə açıq olmadan, indi bir dənə tunelə girdim, gözləyim. Təsəvvür edin, pəncərə açıq olmadan mən maşın sürə bilmirdim. Harası gedirdimsə mütləq yay, qış, yaydım neçə o, qışda, yəni qışın çoğunda, soyuğunda mən pəncərə açırdım, qonaq gedəndə, öz evimizdə olsun, yatanda belə pəncərəni açırdım, özü kravatı elə qoyurdum ki, pəncərə düz mənim üzümə vursun. Çünki mən nəfəs ala bilmirdim. Amma hal-hazırda mənim nəfəs almam belə düzəlib, heç bir problemim də yoxdur. Plus, mən burun formamdan çox razıyam. Burnum istədiyim kimidir və mənim burnum aşırı qalın dərili olduğuna görə mən
6 ay ərzində, 3 ay ərzində burnumun formalaşmağını gözləyə bilmərəm. Yəni ən azı 1 il çəkəcək, 2 il çəkəcək. Yəni siz gözləməyin ki, burun əməliyyatı oldusa, sənin burnun ideal olacaq, balaca olacaq. Burnun, yəni sənin şişdi. Mənim burnumun ucu şişdi və burnumu hələ də hiss eləmirəm. Hiss eləməyi 2 ilə, 3 ilə olacaq. Burnumun şişi isə qalın dərili olduğuma görə yalnız 1 il yarım, 2 il, 2 il yarımdan sonra. Yəni tam belə sıfırdan burnumun formasını 2 il yarıma, 3 ilə görəcəm. Amma təbii ki, yəni 1 ildən sonra indiki burnumun halı ilə, yəni 1 il sonraki burnumun halı tamam fərqli olacaq. Mənim burnumun bir dənə balaca bir problemi var. Problem də deməyim, yəni özüm onu problem eləmirəm, amma yenə də yəni bunu sizdən bölüşməliyəm. Bu yəni səhvimin, həkimin səhvi deyil, səhvimin həki nə idi? Həkimin səhvi əsəbləşdiyimə görə, yəni belə çaşa-çaşa danışıram. Çünki bəzi xanımlar həqiqətən fikirlərini necə ifadə etmək lazım düzgün bilmirlər, yəni. Kobud şəkildə ifadə etmək başqa, amma həqiqətən də iyrənci bir formada rəy bildirmək tamam başqa. Bir dənə nüansı var, o da mənim burnuma normalda əməliyyatda hər kəsə qığırdaq qoyulur. Yəni az da olsa qoyulur. Mənim burnuma isə sıfırdan demək olar burnumun hər yerinə qığırdaq qoyulub da. Özdəki donor qığırdaq olduğu üçün. Biraz da apasni donor qığırdaq, indi kimsə bilmirsə deyim. Nə qədər mən antibiotik əlavə qəbul elədim. Normalda məsələn bir həftə antibiotik əlavə edirsənsə əməliyyatdan sonra qəbul edirsənsə, mən 15 gün ya da 20 gün, bax səhv eləmirəm, ya 2 həftə idi ya da 20 gün, deyəsən 20 gün idi. Çünki həkim yoxlanışına gedəndə demişdi ki, biraz da iç. 20 gün mən antibiotik qəbul eləmişəm ki, o qığırdaq, başqasının qığırdağı mənim burnuma otursun. Bədənim qəbul eləsin bunu. Qığırdaq okey oturub, problem yaranmadı, çürümə getmədi, heç nə olmadı. Amma burnumun sağ tərəfinə, bu uc tərəfinə qoyulan, bax bu qıraq yerinə, oradakı qığırdaq bədənimdə əriyib, sovrulub. Bədənim indi onu əridib, bədənim indi onu sovurub, bilmirəm necə olub, necə baş verib, amma bu olur. Mən də bilmirdim. Vallah mən də düşündüm ki, ola bilər də indi hər nədə indi ola bilər ki, həkimlərdə olur da bəzən deyir ki, hə yaxşı olacaq, düzələcək. Yəni mən də elə düşündüm və getdim araşdırdım. Yəni həqiqətən bildiyiniz, bəlkə də həyatımda bu qədər, yəni heç nəyi araşdırmamışdım da. Araşdırdım və gördüm ki, 5 nəfərdə, 6 nəfərdə bu olur, bu hallar olur. Prosta ucda yox, məsələn, bax bu hissələrdə falan olur deyəndə çox da bilinmir və insanlar onu elə bilir ki, bu burun çökməsidir falan da, amma burun çökməsi deyilmiş. Bəzən bədəndə əriyə bilər, sovrula bilər. Yəni yığılır da, başa düşdünüz? Bəli, mənim də burnum bax elə əridi. Burnumun bir tərəf daha doğrusu, bir çıxacağı yeri əridi. Onu da Ruslan doktorla danışmışıq. Ruslan doktor dedi ki, yəni minimal olaraq 6 aydır, normal gözləməli idi. Burnumun əli şişi çünki çox ödəmi dəhşət çoxdur. Yəni mənim burnum bu boydana deyil, bundan da balaca olacaq xanımlar. Burnum böyük alınmayıb. Amma bu da alınsa, mən burnumdan razıyam. Ruslan doktor dedi ki, 6 aydan sonra baxarıq, əgər şişi azalıbsa, çünki biraz şişi azalmalıdır, biraz yumuşalmalıdır burnun ucu ki, ora nəsə eləyə bilək də. Yəni burun yenidən açılmayacaq, burun yenidən əməliyyat olunmayacaq. Biraz bu qanat tərəfində bir diqqəli deşik açılacaq. Ora balaca bir qığırdaq qoyulacaq ki, dik qalsın, vəsə. Və mənim qulağıma bir neçə söhbətlər çatıb, bir neçə tanınmış blogerlər mənim dalımcan danışıblar. Adlarını deməyəcəm, birinin hətta adını bilirəm, tam belə dəqiq. Amma adlarını bildirməyəcəm, deməyəcəm. Mənim dalımcan danışıblar ki, bəs gedib burun əməliyyatı eləyib, burnu nə gündədir, əyridir, falandır, filandır, nə bilim, nə bu tərz aralarında danışıblar. Xəbərləri olmayıb ki, yəni onların yanında olan bir xanım mənim tanışımdır. O da təbii ki, gəlib mənə deyəcək, bildirəcək, xəbərləyəcək. Yəni gedib kimsə arxasıca danışmaq. Mən bugünə qədər kimsə gəlib mənə deyə bilməz ki, Aydan kiminsə dalsıca nəsə danışıb. Çünki mən heç vaxt heç kimin həyatı ilə maraqlanmamışam. Mümkün deyil ki, məsələn, qızlar arasında düşəsən, bir kampaniyaya düşəsən, kiminsə haqqında bir söhbət getməz. Mümkün deyil, yəni. Oğlanların belə kruqunda bu söhbət olursa, qızların kruqunda təbii ki olur. Təsəvvür eləyin, olub, neçə dəfə olub ki, hansısa bir bloger haqqında soruşulub, yəni danışılıb falan.
Əgər onun şəxsi bir həyatındandırsa, əgər nəsə elə bir söhbətlərdirsə, mən heç vaxt o söhbətə, o mövzuya qarışmıram. Heç vaxt bir söz demirəm. Heç vaxt da, yəni heç kim gəlib mənə deyə bilməz ki, bax bu videonun altında belə oraya yaza bilməz ki, yəni Aydan bunun dalısıca danışıb, o xanımın, o bəyin dalısıca danışıb, Aydan qeybət eləyib. Qeybət eləmişəm, bəli. Amma mənə olan haqsızlıqlara görə deyə bilmədim. Olub ki, olan bir situasiyanı danışmışam, kiməsə bölüşmüşəm. O əgər qeybət sayılırsa sayılsın. Heç bir problem yoxdur. Sırf gəlim oturub kimisə haqqında bir mövzunu açım, danışım ki, ay qız, xəbərin oldu. Getdi o da saçın qaynaq elədi məsələn. Nə bilim, ay qız onu gördün nə geyinib? Az çuşqa deyir. Yəni mənə bəzi yazılan rəylərdən danışır. Ay qız onu gördün nə yazılı, nə geyinib? Ay qız onun ayaqqabısını gördün. Ay qız onun saç rəngini gördün. Ay qız onun qaşlarını gördün, laminat eləyib. Ay qız onun qaşlarını gördün, laminat eləmir. Ay qız onun kipriklərini gördün, tuş vurmur. Ay qız onun kipriklərini gördün, kiprik qaynağı eləyir. Bax, vəziyyət bu dəqiqə bizdə belədir, yəni. Eləyənə də bir söz qoşurlar, eləməyənə də bir söz qoşurlar. Danışana da bir söz deyirlər, danışmayana da bir söz deyirlər. Yəni burun mövzusunu bağlayıram burada. Burunumun haqqında özüm məlumatlar sizə verəcəm. Mən burnumdan razıyam. Burnumun görünüşündən, nəfəs almamdan, hər şeyimdən razıyam. Bir dənə o burnumun, onu da indi maşın sürürəm, göstərə bilmirəm dəqiqliyinə. Maşını saxlayanda mən sizə onu göstərəcəm. Ki, mən nəyi deyirəm, nəyi demək istəyirəm ki, burası nədir? Ora nə qoyulacaq və necə görünəcək? Biz tərəf həqiqətən külək idi, bizim yaşadığımız yer. Mən də yaxşı ki, belə bir geyim geyindim. Yəni, isti olanda bunun qollarını çıxardırsan, olur qısa qol. Külək olsa, soyuq da olsa qollarını taxırsan, belə. Olur uzun qol. Amma həqiqətən hava istidir. Nə qədər də külək olsa, nə qədər də hava bizi üşütmək istəsə, hava istidir. Keçən dəfəki vloqumda da bir xanım idi, bəy idi, bilmirəm, amma adı bəy idi də. Yəni, oğlan adı idi, akkauntun adı. Yazmışdı ki, bu vloq nədir də, yəni bütün vloqu maşında keçirtdim elə bir. Amma niyə? Yəni mən də sizlə belə rahat danışa bilirəm maşın sürə-sürə. Mən çatdım. Hətta xanım artıq yazdı mənə. Bu nədirsə keçən dəfə də gedib çatan kimi mənə yazmışdılar, indi də. Dəqiqə. Bəli, buradayım. Nə, maşını parkovka edeyim, gəlim. Hə, buruna gəlmişkən, burunun bax, bu hissəsi görürsünüz, bax, bu hissəsi. Bilmirəm, burada indi yəqin görsənəcək, mən burada indi ekranım balacadır, tam hər şeyi görə bilmirəm. Bax, bu hissəsinə, burnu əslində barmağımı salmaq da düz deyil. Bax, buradan, görürsünüz, bax, buram, buradakı yer, orada qığırdaq əriyib. Tak ki, orada bir dənə balaca qığırdaq qoyulacaq. Mən burnumla razıyam. Burnum şişdi, burnum ödəmdi, burnumun heç buralarını, bu hissələrini hissələmirəm. Profildən yəni bu belədir. Yəni bundan artıq, hələ bu mənim üçün çox qalxıqdır, bu düşəcək. Yəni bundan artıq nə istəyirsiniz? Yəni nə boydan balaca olmanı istəyirsiniz? Bu boydan mı? Yəni bu boydan aslında mən istəmirəm. Sizin istəməyinizlə deyil ki, yəni sizin deyəndə, yəni burada hər kəsə şamil eləmirəm. Bəzi xanımların sırf nəsə söz demək üçün çox sıx deyir. Ola bilər burunda bəyənməmisiniz, deyə bilərsin ki, mən bəyənmirəm, mən özümdə o burunda istəmərəm. Amma mən özümdə bu burunda istəyirəm. Ona görə indi mən qaçdım. Gedək görək nə olur. Doxumuzu da varaq. Əslində yoldaşımın doxusudur bu, Hermes. Amma o qədər sevirəm ki, bunu arada mən də vururum, yəni fırladıb mən də vururum. Bir xəbər yoxdur ki, onun doxusunu götürmüşəm. Darçın iyi gəlir, belə şirin iyi, darçın iyi, çox qəşəngdir. Çatdım. Havada biraz küləklik var, amma qəşəngdir. Xoş havadır, yəni, incitmir. Buradır. Görək mənim saçımı neynəyəcəklər. 3 dənə tükümə görüb neynəyəcəklər mənim. Salam. Xoş gördük. Münəvvər xanım. Aha. Keçin əyləşin. Aha, tamam, çox sağ ol. Münəvvər xanım, zəhmət olmaz.
Topuş bir şeyler olur. Hamama salıb çimizdirirlər. Sonra su varan kimi olurlar solub. Onlara oxşadım mən. Maskanı sürtdülər başıma. İndi 10 dəqiqə bu başımda qalmalıdır aparatda. Ondan sonra saçım olacaq canlı, parlaq. Saçım çox ölüdür də, yəni bildiyiniz ölüdür. Özüm belə artıq ukladka eləyəndə, saçımı yumub çıxanda, maska sürsəm belə görürdüm ki, cansız qalırdı. Başımdan qəşəng tüstü çıxır. Qəşəng belə istilik gəlir. Bizdə başım bu aparatda olanda səs də belə qəribə çıxır. Bəzi xanımların ürəyi sıxılır belə aparatda, amma mənə çox ləzzət edir də. Çox qəşəng. Xanım getdi çeki gətirməyə. Çeki yazsın, gətirsin. Mən də hazırlaşım getməyə. Buyurun. Çox sağ olun. Bunu kasada ödəmişdim də. Tamam. Buradan çıxıb qonaq gedəcəm. Ona görə üzümdə biraz rumyananın konturu, bronzeru çoxaldım. İfşo. Çıxıb ödənişimi eləyib qaçıram. Yani şu eləyim. Saçım çox qəşəngdir. Sağ olun. Ödəniş etmək istəyirdim. Aha, 500 manat olacaq sizdə. 500 manat? Bəli, 500 manat. Məncə səhvlik var saçım. Bir dənə zəhmət olmasa. Bilərlər, zəhmət olmasa kasaya yaxınlaşın, bilərlər xanım. Ne kadar adı verir? Məncə 500 manat neydi? Çox sağ olun. Qızlar, mən qaçdım. Ürəyim düşdü. 500 manata saç baxımı olar. Yenə də məsələn kraska olsaydı, rənglənmə olsaydı, saç rəngini dəyişmək olsaydı 500 manat. Yəni mən qaynağa gedirdim, saç təsəvvürü ilə alırdım. Təbii saç. Qaynaqla bir yerdə, yəni 500 manat tuturdu da. Baxımı 500 manat deyəndə ürəyim düşdü. Dedim 500 manata, ay Allah. Ona baxın da ki, elə mənim başıma nə sürtüblər? Qızıl sürtüblər. Brilyant sürtüblər. Sən demə xanım səhv salıb çekləri. Amma mənə çox maraqlı qaldı ki, o kimin çeki idi o 500 manata olan. Mən maşınımı özdə keçdim. Danışa maşınımı keçmişəm. Ya Allah. Getdik görək başımıza nə gəlir. Aşk seni bulabilirdi. 100% bir çox xanımda bax belədir. Baxım eləyəndən sonra bu baxım olan bir şey nədirsə, həqiqətən insan baxım eləyəndən sonra özünə daha çox vurulur. Belə özünə qadınsı hiss edir də. Hətta mənim danışıq tərzim belə dəyişdi. Yəni əvvəl hətta mənim bir dənə belə bir xasiyyətim var idi də. Bir gündən bir mən gedirdim saç ukladkasına. Yəni bunu mən evdə, mən ukladkamı ümumiyyətlə çox gözəl eləyirəm də. Hətta
qohum tanışlardan kimsə toya gedəndə saç ukladkası istəyəndə mənim yanıma gəlirdi də. Çünki mən bir ara əvvəllər mənim öz şəxsi salonum falan var idi. Yəni salon işlətmişəm. Oradan da öyrənmişəm o ukladka eləməyi falan. Təsəvvür eləyin, mən bir gündən bir gedirdim salona ki, mən ukladka eləyim. Saçımı yuduzdururdum, qəşəng ukladka eləyirdim, baxımlarımı elətdirirdim. Və hər dəfə bunu xərcləmək, bu qədər pul xərcləmək, уже düşündüm ki, məncə biraz azaltmalıyam da. Yəni həqiqətən уже çox xərcləyirdim. İmенно salona. Ayda ən azı, bax, bir ayda 4 dənə həftə var da, düzdür? 4 həftə. 4 dənə həftənin bir dəfəsində getmək lazımdır. Yəni ayda 4 dəfə getmək lazımdır. Yəni o dırnağı falan qoyuram qırağa, saçdan söhbət edirəm. Saça yəni getmək lazımdır. Çünki dırnaqdır, pedikurdur, manikurdur, məsələn lazerdir. Bunlar o qədər də qadın enerjisinə təsir eləmir, nəinki saç. Saç dəhşət çox təsir edir, yəni. Dəhşət çox. Enerjisini, qadın enerjisini qaldırır. Adam özünü daha belə baxımlı hiss eləyir. Yəni mənim geyimim çirkli ola bilər. Mənim ayaqqabım çirkli ola bilər. Halbuki bunlar o etik qayda ilə getsə, əslində heç biri olmamalıdır. Amma hər şeyim çirkli olar, amma mənim başım heç vaxt çirkli olmaz. Yəni heç vaxt, yenə deyirəm, bu qeybət söhbəti kimidir. Amma bu günə qədər heç kim deyə bilməz ki, qeybət kimi də Aydanın başı yağlı gəlmişdi. Heç vaxt yağlı olmur da. Olur məsələn nə, biraz yağlanır. O yumaq qrafiki deyilən bir şey var. O yumaq qrafikini, saç yuma qrafikini dəyişməmək üçün saçımı məsələn jele ilə nəsə düzəldə bilərəm. O da kənardakı elə bilər ki, yağdan, amma yağ deyil, jeledir. Çirkli yağlı ola bilməz. Baxımsız olar, amma yağlı olmaz. Çünki bir qadını elə gözəlləşdirən onun saçıdır. Əslində istəyirdim gedəm, keçən dəfə aldığım Zara'dan maykanın el götürmüşdüm. Amma evdə baxdım ki, mənim enimə həqiqətən də çox böyükdür. Belə amma şəkildə belə görünüş olaraq balaca görünürdü, amma yekəymiş. Onu dəyişmək istirdim və salonda olanda yadıma düşdü ki, götürməmişəm özümdən dəyişmək üçün. Ona görə qaldı. Onu yəqin ki, ya sabah ya bir gün gedib dəyişərəm. Reklamlarla bağlı falan görüşüb eləməliyəm. İndi görək necə eləyəcəm, necə planlaşdıracam. Çünki uşaqla olanda həqiqətən planlaşdırmaq biraz çətindir. İndi gedirəm, Jasmini götürəm. Yox, götürəm yox. Gedəcəm elə qonaq getdiyi yerə qonaq gedəcəm mən də. Gedim biraz orada da çay içim. Sonra da qızımı götürəcəm və gedəcəyik evə. Saçım amma həqiqətən çox var. Dediyim budur da, yəni insanı qadınsı göstərir, insanın enerjisini artırır. Yəni hətta əl hərəkətlərin belə sənin dəyişir. Bu videonun sonuna qədər izlədiyiniz üçün çox sağ olun. İzləmədinizsə yenə də çox sağ olun. Öpürəm hər birinizi, hər biriniz əzizsiz mənə. Çünki mən YouTube-a tezə gəlmişəm və YouTube-da görürəm ki, həqiqətən mən sevildim. Çox sevildim və inanıram ki, YouTube mənim ikinci ailəm kimi olacaq. Necə ki, Instagram və TikTok mənim ailəm kimi olub. Və bu yay çoxdandır istədiyim bir yerə gedəcəm. Bir səfərim var. Ona görə vloglarım bol-bol olacaq. Dolu-dolu olacaq. Sağ olun, minnətdarım.